Salam əziz izləyicilər, mən Şairə İsmirə Günəş. Bugün biz Neftçala rayonunun Dörtlər kəndindəyik. Qəhrəman şəhidlərimdən Azad Zeynalovun ocağına pənah gətirmişik. Azad Zeynalovumuz hələ ilk Qarabağ savaşlarının qəhrəmanlarından birinə çevrilən Azərbaycanın mərd oğullarından biridir. Hansı ki o 1994-cü ildə sinəsini düşmənə sipər edib və həmin tarixdən ta bu günə qədər ondan heç bir xəbər bilinməyib, heç bir xəbər gəlməyib. Atası da, anası da bala həsrəti ilə, bala dərdi ilə köçüb bu dünyadan. Azadımı mənə onun xatirələrini yaşatmaq istəyən bacısı tanıdıb, Xalidə xanım tanıdıb. Kitablarında yer alıb Azadım. Dəfələrlə haqqında gözəl tədbirlər təşkil eləmişik. Təkcə bu günün qəhrəmanlarını deyil, bizə bu günümüzü yaşadan qəhrəmanları, tariximizin ta qədim zamanlarından bu günə qədər Azərbaycan torpaqlarını var eləyən qəhrəmanları da tanımalıyıq biz. Odur ki, ilindən, döyüşündən, bölgəsindən asılı olmayaraq Azərbaycanı qarış-qarış gəzərək tanımadığımız şəhidlərimizi də tanımaya çalışırıq. Qapısını açmadığımız şəhid ailələrinin də qapısını döyüb, siz tək deyilsiniz. Biz də sizin yaşadığınız acıları hiss edirik. Yaşamasaq da sizin çəkdiklərinizi qəlbimizdə çəkirik. Duyğularımızı duyuruq deməyə gəlirik. Və bu gün qapısını açdığımız ocağa gəlişimiz səbəbsiz deyil. İllər əvvəl tarixin bu günü, mart ayının 11-də bizim haqqında danışdığımız qəhrəmanımız dünyaya gəlmişdi. Anası Azərbaycan xalqı üçün düşmənə çəpər olacaq bir oğul dünyaya gətirmişdi. Elə düşmənə də çəpər oldu Azadımız. Bugün onun doğum günüdür. Bugün münasibəti ilə Neftçala Heydər Əliyev mərkəzində regional idarənin dəstəyi ilə onun xatirəsinə həsr olunmuş tədbir təşkil eləmişik. Və qəhrəmanım Qəhrəman Analar kitabında yer aldığı üçün kitabımın da təqdimatını məhz onun doğum gününə, özəl gününə salmışıq. Bugün şəhidimizin doğum günündə həm ona, həm də onun ailəsinə mənə elə gəlir ki, ən gözəl hədiyyədir bu kitab. Çünki həm güşəsində yer alacaq, həm də bundan sonra gələcək nəsillərimiz daha yaxşı tanıyacaq bu qəhrəmanımızı. Bir də onu xüsusi vurğulamaq istəyirəm ki, şəhidimizin bu dünyadan köç edib balasının yanına gedən anasının da bugün ruhu şaddır. Çünki kitabda məhz onun anası haqqında da yazmışıq və anası ilə birlikdə şəkli də kitabımızın üzərində yer eləyib. Mən bu ocağa tək gəlməmişəm bu dəfə. Şəhid anaları ilə birlikdə gəlmişəm. Və yanında elə istəyirəm ki, ilk öncə nə qədər müharibə bitdi, şükür Allaha, atəşkəs dövründə yaşayırıq desək də, çox təəssüflər olsun ki, mənfur düşmənlərimiz elə atəşkəs dövründə də çox həddini aşıb və yetər qədər də ordumuzun güclü əsgərləri sayəsində cavabını alıb yerində oturub. Elə antiterror əməliyyatları da məhz qəhrəman oğullarımızın mənfur düşmənləri susturduğu növbəti əməliyyatlardan biri oldu ki, təəssüflər olsun ki, o əməliyyatda da şəhid verdik, şəhidlərimiz oldu. Həmin qəhrəmanlardan biridir mənim Ramilim, Ramil Rəhimov. 2 qız övladı qalıb bizə əmanət, birinin üzünü görə bilməyib. Şəhadətindən sonra məhz özünün doğum günündə dünyaya gəldi qızı. Gülhava anamız Ramilimizin anasıdır. İlk olaraq istəyirəm ki, duyğularını bizimlə Gülhava ana paylaşsın. Daha sonra sıra ilə gələn qonaqlarımızın hər birini tanıyaq. Sabahınız xeyir olsun. Salamlayıram mən də hər kəsi. Çox sağ olun İsmirə xanım. İsmirə xanım danışdı. Biz bugün Azad balamızı, mən ona bala deyəcəm. Çünki onlar yaşları qocalıb, özləri cavan qalıb. Azad balamızın işığındayıq, ocağındayıq. Onun bugün doğum günüdür, mövlududur.
Allah cənnətdəki mövludunu mübarək eləsin. Allah atasına, anasına səbir versin. Bacılarına səbir versin. Atası, anası rəhmətə gedib üzr istəyirəm. Ruhları şad olsun, atasının, anasının, bacıları Allah səbir versin. Bacılarına Allah ömür versin ki, qardaşlarını belə tanıdırlar, yaşadırlar. Onlara çox sağ ol deyirəm. Təşəkkür edirəm. İnşallah Azadın timsalında bütün itkilərimizin qapısı açılar. Tezliklə onlardan da bir xəbər gələr. Bacıların gözləri yoldan yığılar. Amin inşallah. Amin. Esmira xanım dedi ki, mən də antiterror əməliyyatları zamanı şəhidliyə ucalmış Ramil Rəhimovun anasıyam. Nə deyək? Onlar, o oğullar öz sözlərini dedilər. Dedilər ki, bugünkü günü analar əllərində şəkil, kənd və kənd, rayon və rayon, diyar və diyar, balalarımızın şəkil əlimizdə düşmüşük çöllərə. Allah hamısının ruhunu şad eləsin, Allah hamısının doğmalarına səbir versin. Bu qədər. Növbəti qonağımız Sumqayıtdan gəlib bu ocağa. Ruslan Məmmədovun anası Rəna anadır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ruslanımız qardaşları ilə birlikdə, Siyavuş qardaşı ilə birlikdə vətən keşiyində dayanırdı və onlar vətənə xidmət edirdilər. 44 günlük vətən müharibəsində Siyavuş yaralanaraq, yəni qazi olaraq anasının yanına qayıdır. Ruslanımız isə şəhadətə ucalıb və anasının yanına qayıda bilməyib. Rəna anamızın duyğularını eşidək. Çox sağ ol İsmira xanım. Bizi rayonlara, kəndlərə, hər yerə aparırsınız. Bu anaları, bacıları tanıdırsınız. Çox sağ olun. Allah köməyiniz olsun. 5 ildir analarla, bacılarla bizimlə bərabər hər yerə gedirsiniz. Kitablarını çıxardırsınız. Bu Azad balamızı da mövlüdü, onsuz mövlüdü mübarək olsun. Allah atasının, anasına yeri cənnətli olsun, məkan. Çox sağ olun. Növbəti qonağımız da Sumqayıtdan pənah gətirib bu ocağa. Bizim Elginimiz, Elgin Abbaslı'nın anası Sevda anadır. Elginimizin özündən sonra bir balası əmanət qalıb bizlərə. Buyur Sevda ana, sənə də duyğuları eşidək. Mən də şəhid Abbaslı Elginin anasıyam. Ruhu şad olsun Azad balamızın. Səhv demədim ki. Düz dediniz. Yeri cənnət olsun. Onlar həmişə yaşayacaq, yaşadacaq. Bizdən sonra da kimlərsə yaşadacaq. Ruhları şad olsun. Allah atasının, anasının yerini cənnət eləsin. Məqamını uca eləsin. Bala dərdi çox ağır. Onlar nə çəkib, nə yaşayıb, onu mən qəşəng bilməm. Nə deyim, Allah hamısının ruhlarını şad eləsin. İsmira xanımların da sağ ol. 4 ildir, 5 ilə keçib bizim yanımızda, bizimlə bərabər balalarımızı tanıdırsan, balalarımızı çalışdığın qədər kitablar yazırsan. Allah hamınızdan razı olsun. Allah sizlərə də səbir və dözüm versin. Əziz izləyicilər, xüsusi olaraq vurğulamaq istəyirəm ki, çıxışımın əvvəlində qeyd elədim ki, şəhidimizi mənə qəhrəman bacısı Xalidə xanım tanıdı. Şəhidimiz illər sonra dünyaya gələn övlad olub. Atası, anası uzun illər övlad yolu gözləyib və Azad dünyaya gəldikdən sonra bacı qardaşlar dünyaya gəlib. Uzun illər həsrətlə yolunu gözlənən bir övlad, uzun illər də atasının, anasının gözlərini yolda qoydu. Xalidə xanım, son olaraq sizin duyğularınızı eşidək. Ürəyinizdən keçənləri dilə gətirin. Hər birinizi salamlayıram, şəhid analarınız qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Çox sağ olun, Allah balalarınızın məqamını cənnətli eləsin, məqamları uca olsun. Esmira xanım, sizə təşəkkür edirəm ki, siz də tanıtdırırsınız hər birinizdə, həmişə kitablarınızda, şeirlərinizdə tədbirlərə gəlmişsiniz, təbliğ edirsiniz Azadı. Allah hamımızdan razı olsun, Allah bir daha göstərməsin. Bu qədər əziz izləyicilər. Bugün bu qapını biz döydük, biz açdıq. Qəhrəman şəhidimizi biz yad elədik. Sabah növbə sizdədir. Yolunuz Neftçaladan düşəndə Azadımın ocağını da ziyarət etməyi unutmayın.